müsabiqəsinin yarımfinal turunun kimyadan suallarına birlikdə baxaq. Birinci sualda deyir ki, qapalı otaqda uzun müddət tənəffüs etdikdə otaqda karbon dioksid, azot və oksigen qazlarının miqdarının dəyişməsi hansı halda doğru verilib? Biz bilirik ki, tənəffüs etdiyimiz zaman oksigen qazını qəbul edib karbon qazını xaric edirik və tənəffüsümüzdə azot qazının heç bir rolu yoxdur. Əgər biz bir otaqda, qapalı otaqda oksigen qazından nəfəs alırıqsa, deməli, otaqda oksigen qazının miqdarı azalacaq. Karbon qazını xaric etdiyimizə görə karbon qazının miqdarı artacaq, lakin azotun miqdarı dəyişmir. Birinci sualda cavab oldu D variantı. İkinci sual. Hansı maddələr cütünün tərkibində olan bütün elementlər eynidir? Bunu bilmək üçün hər bir maddənin formulunu yazmalıyıq. A variantında verib şəkər və aseton. Şəkərin formulu bilirik ki, C12, H22, O11-dir. Asetonun formulu da C3, H6, O şəklində yaza bilərik. Baxırıq ki, elementlər. Burada da karbon var, burada da karbon var. Burada hidrogen var, burada da hidrogen var. Burada oksigen, burada da oksigen olduğuna görə A variantını doğru götürürük. Məsələn, B variantında çay sodası etil spirti. Çay sodasının tərkibində natrium elementi var, amma etil spirtinin tərkibində natrium elementi yoxdur. Ona görə bunların tərkibini eyni saya bilmərik. Fiziki hadisələri müəyyən edin. Fiziki hadisələr bilirik ki, tərkibin dəyişməməsi ilə gedən proseslərə deyilir. Dəniz suyundan distillə suyunun alınması. Distillə üsulu ümumiyyətlə bilirik ki, fiziki üsullara aid edilir. Yəni, dəniz suyundan saf suyu almaq üçün dəniz suyunun tərkibi dəyişmir. Yalnız fiziki üsullarla biz suyu oradan ayırmış oluruq. Təbii qazın yanması. Metan qazının yanması nəticəsində artıq yeni bir maddələr əmələ gəlir. Metan qazı yanarkən oksigende yanma baş verir, karbon qazı və su əmələ gəlir. Suyun parçalanması. Suyun parçalanması da kimyəvi prosesdir. Çünki su parçalanan zaman hidrogen və oksigen qazları əmələ gəlir ki, bu da artıq kimyəvi prosesin olduğunu göstərir. Buzun əriməsi. Buz halında da H2O tərkibinə malikdir. Əriyib su halına keçdikdə də, yəni maye halında da H2O tərkibinə malik olduğu üçün tərkibi dəyişmir. Dəmirin paslanması da, dəmir paslanan zaman tərkibini dəyişir və dəmirin hidroksidli birləşməsi əmələ gəlir. Ona görə cavab 1-4. Aşağıdakı məlumatlardan istifadə edərək difosfor pentoksid, kükürt trioksid və diazot monoksid molekullarında olan atomların ümumi sayını müəyyən edin. Difosfor pentoksid. Difosfor pentooksid. Dediyimizi yazılı şəkildə göstəririk. Kükürt trioksid, diazot monoksid. Və biz burada bütün atomların sayını hesablayırıq. 7 burada, 1 üstə 3, 4 burada, 2 üstə 1, 3 də burada. Toplayanda ümumi 14 atom edəcək. C variantı. 5. Bir-birində həll olmayan X, Y, Z mayələrinin ayrılması tələb olunur. Bir qab götürürük və bu qabın içərisinə X, Y, Z əlavə olunur. X-in sıxlığı Y-in sıxlığından böyükdür. Bunu 3 qata bölsək. X-in sıxlığı əgər Y-in sıxlığından böyükdürsə, deməli X Y-dən aşağıda yerləşir. Z-in sıxlığından isə kiçikdirsə, deməli X ortadadır. Y-in sıxlığından böyük olduğu üçün Y-in altında, Z-in sıxlığından kiçik olduğu üçün Z-in üst hissəsində yerləşəcək. Və biz ayrıcı qıf vasitəsilə ayırdığımız zaman birinci, ən altdakı maddə, götürək ki, tutalım bu ayrıcı bir qıfdır. Birinci, sıxlığı böyük olan maddə ayrılır və belə davam edir. Ona görə birinci ayrılacaq məhluldan, daha doğrusu maddəmizdən Z, X və Y. Cavab A variantı. Metanın yanma reaksiyasının söz tənliyini müəyyən edin. Metan yanan zaman, bayaqki sualda da vurğuladıq, metan yanan zaman yanma oksigenlə baş verir. Yanan zaman karbon qazı və su əmələ gəlir. Bütün üzv maddələr yanan zaman karbon qazı və su əmələ gətirir.
Eksotermik reaksiyaları müəyyən edin. 6-da cavab olacaq B variantı. Eksotermik reaksiyaları müəyyən edin. Eksotermik istiliyin ayrılması ilə gedən reaksiyadır və bilirik ki, bütün birləşmə reaksiyaları eksotermikdir. Amma istisna reaksiyamız var ki, N2 plus O2 azot monoksid endotermik reaksiyadır. Bu istisnanı nəzərə alaraq 2-ni çıxırıq. Azotla hidrogenin birləşməsi nəticəsində ammonyak əmələ gəlir. Ammonyak müsbət Q-dur. Fotosintez reaksiyası da karbon qazının su ilə reaksiyası nəticəsində glikoza və oksigen əmələ gəlir. Endotermik prosesdir. Endotermik proses olmasına səbəb nədir? Karbon qazı ilə su birləşərək istiliyi udmalıdır ki, bu proses baş versin. İstiliyin ayrılması ilə getmir. Amma glikozanın yanma reaksiyası isə istiliyin ayrılması ilə gedən bir reaksiyadır. Ona görə cavab olacaq A variantı. Kimyəvi birləşmələr və qarışıqlara aid xüsusiyyətləri müəyyən edin. Fiziki üsullarla tərkib hissələrinə ayrılır qarışıqlar. Maddələrin yalnız müəyyən nisbətdə qarşılıqlı təsirindən alınır. Müəyyən nisbətdə qarşılıqlı təsiri varsa artıq bu kimyəvi birləşmə olmalıdır ki, məsələn, H2O deyirik. Burada hökmən 2 həcm hidrogen, 1 həcmdə oksigen olmalıdır. Əmələ gətirən maddələr öz xassələrini saxlayır. Bəli, məsələn, mən bir qumun içərisinə dəmir qırıntıları əlavə etsəm, dəmir orada öz maqnitlik xassəsini saxlayacaq. Yəni, yenə də onu maqnitlə ayırmaq mümkün olacaq. Burada öz xassəsini saxlayırıq, misal göstərə bilərik. Ona görə cavab olacaq D variantı. 9-cu sual. Kimyaçı X maddəsindən bir qədər sınaq şüşəsinə töküb, sınaq şüşəsinin aşağı hissəsinə qızdırır. Ərimiş X maddəsinin içərisində soyuq su olan stəkana ehtiyatla əlavə edilir və onun allotropik şəkil dəyişməsi olan Y maddəsini əldə edilir. Sonra Y maddəsini sudan ayırıb, açıq havada bir müddət saxladıqda X maddəsinə çevrilir. X və Y-i müəyyən edin. Biz burada soyuq su ifadəsini gördükdə artıq bilirik ki, söhbət kükürddən gedir. Kükürdün də 2 allotropik şəkil dəyişməsi var. Kristallik, bir də plastik kükürd. Və biz demişik ki, kristallik kükürdü qızdırıb, soyuq suyun içərisinə əlavə etdikdə o rezin halını alıb plastik kükürdə çevriləcək. Və plastik kükürdü də açıq havada bir müddət saxladıqdan sonra o yenidən kristallik kükürdə çevrilir. Əgər X maddəsini qızdırıbsa, deməli X maddəsi kristallik kükürdür. Kristallik kükürdü burada 4 rəqəmi ilə göstərilir. Əgər soyuq suyun içərisinə Y maddəsi əmələ gəlirsə, deməli Y maddəsi də plastik kükürdə aiddir. O da birinci şəkildə göstərilir və cavab C variantı çıxır. Protona aid olan ifadələri müəyyən edin. Proton bilirik ki, müsbət yüklü zərrəcikdir. Nüvənin ətrafında energetik təbəqələrdə yerləşən zərrəcikdir. Xeyr, energetik təbəqədə yerləşən zərrəcik elektronlardır. Nüvəni təşkil edən zərrəciklərdəndir. Bəli, nüvəni təşkil edən zərrəcik proton və neytrondur. Təqribən elektronla eyni kütləlidir. Xeyr, neytronla təqribən eyni kütləyə malikdir. Ona görə cavab olur 1, 3. Sonra gəlirik 11-ci suala. 2 qurğu görürük və ilk öncə bu qurğuları fərqləndirək. Birində fraksiya kolonu, digərində isə fraksiya kolonu yoxdur. Və biz buradan bilirik ki, birinci sadə distillə qurğusudur, ikincisi fraksiyalı distillə qurğusudur. Qurğular baxaq görək hansı məqsəd üçün istifadə olunur. Duzlu sudan duzun alınması üçün. Əgər duzlu sudan duzu almaq istəyiriksə, biz distilli üsulu deyil, buxarlandırma üsulundan istifadə edərik. Ona görə A variantı yanlışdır. Duzlu sudan suyun alınması üçün. Bəli, duzlu sudan suyun alınması üçün sadə distilli üsulundan istifadə olunur. Çünki artıq burada temperaturun müxtəlifliyinə əsaslanmır. Yəni, temperaturları bir-birinə yaxın olan maddələri biz fraksiyalı distilli üsulundan ayırırıq. Etil spirti ilə su qarışığın, bəli, fraksiyalı distillə ilə ayırırıq, lakin burada etil spirtinin alınması üçün istifadə edirik. Çünki etil spirtinin qaynama temperaturu 78 dərəcədir, suyun qaynama temperaturu isə 100 dərəcədir. Etil spirti daha tez qaynadığına görə daha tez ayrılacaq maddədən
və soyuducudan keçərək kondensləşib toplayıcı qabda toplanacaq. Ona görə cavab olacaq suyun ayrılması 1-ə B, 2-yə də C. Cavab B variantı olacaq. 12-ci suala baxaq. Mis və alüminium naqillərinin kütləsi və həcmi ölçülərək cədvəldə qeyd edilmişdir. Hansı ifadə doğrudur? Misin sıxlığı alüminiumun sıxlığından böyükdür. Biz bunu bilmək üçün sıxlığın düsturundan istifadə edirik. Rho bərabərdir M bölü V. Deməli, mis üçün tapsaq, misin kütləsini 26,9-u bölürük 3-ə. Bu mis üçündür. Mis yazaq. Alüminiumun kütləsinin sıxlığını daha doğrusu tapmaq üçün yenə M bölü V 18,9 bölünsün 7. Təqribi qiymətlərini hesablayaq. Təqribən alınacaq 8 tam nə qədərsə, burada da alınır 2 tam nə qədərsə. İndi daha dəqiq bilmirəm. 14, 49, 2 onda 7 olmalıdır bu. Burada da 24-dürsə 29, neysə, təqribi tapsaq da olar. Misin sıxlığı alüminium sıxlığından böyükdür. Baxırıq ki, misin sıxlığı alüminiumun sıxlığından böyükdür. Ona görə birinci variantı doğru götürürük. Sonra deyir ki, hər iki metalı eyni həcmdə götürdükdə alüminiumun kütləsi böyük olar. Baxırıq, eyni həcm deyirsə, hər birin, məsələn, mis və alüminium verib, hər birini götürək 14 kub santimetr. Eyni həcmdə götürdükdə, əgər 14 kub santimetr götürmüşəmsə, deməli alüminium 2 mol olar. Çünki 1 molu 7 kub santimetrdir. Yəni bir kütləsi ilə ölçsək, 18,9 qramı 7 kub santimetrdirsə, 14 kub santimetri 2 mol, yəni 18,9-u 2-yə vursaq, 6, 7, 27,8 qram edəcək. Misli isə 17 kub santimetr götürdükdə təqribən 4 mol. 4 mol edər, yəni 26,9-u vurarıq 4-ə, 36, 3 yadda, 4, 7, 8, 9, 97,6 qram. İndi baxırıq, mis aldıq eyni həcmdə 97,6 qram, alüminium aldıq eyni həcmdə 27,8 qram. Hər iki metalı eyni həcmdə götürdükdə alüminiumun kütləsi böyük olar. Görürük ki, misin kütləsi daha böyükdür. Hər iki metalı eyni kütlədə götürdükdə alüminium həcmi böyük olar. İndi baxırıq. Misin və alüminiumun kütləsi verib 26,9, 18,9. Əgər mən hər birin təqribən 48 qram götürsəm, məsəl üçün 48 qram götürürük, 48 qramın içərisində neçə dənə 26 var, belə düşünək. Ən çoxu olsa 2 olar, düzdür? 2 mol deyə bilərik buna təqrib olaraq. Alüminiumun tərkibinə nə qədər olar 48-dən? Ən azı 3 mol olar və yaxud da 3-dən daha çox ola bilər. Baxırıq hansının molu daha böyük oldu, molekulu daha böyük oldu, alüminiumun. İndi baxırıq. 3 həcm kub, yəni kub santimetr misdədir, 7 kub santimetr alüminiumdadır. Bunu vurduq buna. Əgər 1 molunda, yəni 26,9 qramı 3-dürsə, mən bunu 2-yə vurduğumda həcmi də gərək 2-yə vuram. Olacaq 6 kub santimetr. Alüminiumda olacaq 21 kub santimetr. Hansının həcmi daha böyük oldu? Alüminiumun. Mis və alüminium metallarını cavab olacaq 1,3. Mis və alüminium metallarını əridib qarışdırdıqda alınan qarşılığın sıxlığı misin sıxlığından çox olur. Xeyr, yanlışdır. Hesablama aparanda görəcəyik ki, misin sıxlığı qarşılığın sıxlığından daha çox olur. 13. Bizə süxurlar verib. Y və Z tədricən
X, Y və Z-in tədricən sıxılmasına nə əmələ gəlir? Əgər burada sıxılma sözü görürüksə, bu metamorfik suxurlara aiddir. Lavanın yer səthindən çıxdıqdan sonra soyuması nəticəsində əmələ gəlir. Əgər lava yer səthinə çıxıb soyursa, maqmatikdir. Əmələ gəlməsi zamanı Y-in külək və yağış suları ilə parçalanması və düzənlik ərazilərə daşınması baş verir. Parçalanması da gördüksə çökmə suxurlardır. İndi baxırıq. Deyir ki, əsasən məsaməli olur. Biz demişik ki, çökmə suxurlar məsaməli olurlar. Ona görə A gedəcək Z-ə. Nümayəndələrindən biri mərmərdir. Metamorfikin nümayəndələrini mərmər olaraq göstərmişdik. X-ə B gedir. Sərt və davamlı olur. Əsas tərkib hissəsi də silisium O2-dirsə, bu da gedəcək maqmatik suxurlar. Çökmə suxurların da tərkibini silisium O2 olan var. Amma silisium O2 ilə yanaşı kalsium karbonatı da göstərə bilərik. 14-cü sual. Xlorun təbiətdə tapılan 2 izotopunun birinin atomunda 17 proton, 18 neytron. Xlorun 2 izotopu verib. Birində 17 proton, 18 neytron, digərində də 17 proton, 20 neytron var. Və biz bunların kütlə ədədlərini tapsaq, 35 birindədir, 37 də digərindədir. Bu izotopların birinci izotop təbiətdə 75%, deməli 35 kütləsi olan 75%, 37 kütləsi olan isə 25% yayılmışdır. Bu miqdarlar müvafiq olaraq yuxarıda qeyd edirəm 90 və 10% olsaydı əgər. Bunu dairəyə alaq ki, bu bizim əgərimizdir. 90 və 10% olsaydı, xlorun orta kütlə ədədi real kütlə ədədindən təqribən necə fərqlənərdi? Biz orta kütlə ədədin tapılmasını bilirik ki, M orta bərabərdir. Kütlə ədədlərin vururuq faiz göstərən ədədə 35 vur 75 üzərinə 37 vur 25 bölürük 100-ə. Buradan alacağıq 35/5. Bu bizim real orta kütlə ədədimizdir. Amma bizə deyir ki, 90 və 10% olsaydı necə olardı? Yenə M orta yazaq. 35-i vururuq 90-a, üzərinə gəlirik. 37-ni vururuq 10-a. Bölürük 100-ə yenə. Və biz buradan da cavab alacağıq təqribən 35.8 olmalı, yox, 35.2 olmalıdır. Bir də vaxt getməsini hesablamağa 35.2 olmalıdır. Bizə deyir ki, xlorun orta kütlə ədədi real orta kütlə ədədindən təqribən necə fərqlənərdi? Realımız 35.5-dir, amma bizim aldığımız 90% ilə olan 35.2-dir. 35.5-dən 35.2-nə çıxdıqda bilirik ki, 0.3 vahid kiçik olardı. Cavab B variantı. 15-ci sual. Bizə 5 molekul azot verib. 5 molekul azot, yəni lori dildə desək, 5 ədəd azot molekulu oldu. 9 molekul hidrogen. Deyir, bunlardan ən çoxu neçə ammonyak əmələ gələ bilər? Biz baxırıq ki, biz azotdan, azot və hidrogendən ammonyakın alındığını bilirik. 3 həcm hidrogendən 2 həcm ammonyak əmələ gəlir. İndi biz baxırıq ki, burada 1-dir də, 1 mol ammonyak azotdan 2 mol ammonyak əmələ gəlirsə, 5 mol, 5 molekul azotdan nə qədər ammonyak əmələ gəlir? Buradan tapırıq ki, 10 molekul ammonyak. İndi biz bu hesablamanı hidrogenə görə də aparaq. Hidrogenə görə necə olacaq? 9 molekulun, belə yazmayaq, 3 molekulundan, baxın burada görürsünüz, 2 molekul ammonyak əmələ gəlirsə, 9 molekulundan nə qədər əmələ gəlir? Buradan 3-ə vursaq, X oldu, 6 molekul. 6 molekulda ammonyak əmələ gəldi. Əgər biz hesablamanı 6 molekul ammonyaka görə aparsaq, daha doğrusu 10 molekul ammonyaka görə aparsaq, bizim azotumuz
Daha doğrusu hidrogenimiz çatmayacaq. Əgər 10 molekul ammonyak alıramsa, burada artıq mənə nə qədər hidrogen lazımdır? 10 vur 3, 30 molekul hidrogen lazımdır mənə. Daha doğrusu 30 atom hidrogen lazımdır. Amma mənim əlimdə nə qədər hidrogen var? 9 vurulsun 2, 18 atom hidrogen var. Ona görə mən hesablamamı aza görə aparacağam. Yəni 6 molekul ammonyak götürəcəm. 6 molekul ammonyak götürdüyümüzdə baxırıq ki, nə qədər azot istifadə olunub? 6 atom. Nə qədər hidrogen istifadə olunub? 6 vur 3, 18 atomda hidrogen istifadə olunub. 9 vur 2, 18. Deməli, hidrogenimin hamısı istifadə olunub. Baxırıq azota. 5 vurulsun 2, 10. 10 atom hidrogen var, daha doğrusu azot var. Onun 6 atomu istifadə olunub. Yerdə qalıb 4 atom hidrogen. 4 atom hidrogen neçə molekul, daha doğrusu 4 atom azot neçə molekul azot deməkdir? 2 molekul. Yəni 2 ədəd N2. Daha doğru dildə desək 2 ədəd N2. 2 vurulsun 2, 4 atom azot. Və biz cavablarda görürük ki, 6 molekul ammonyak qazı əmələ gəldi və 2 molekul azot artıq qaldı. 16-cı sual. 16-cı sualda bizə verib X2O5 və XO4 3 mənfi iyonları. Elektron sayın birin A verib, digərin A-20 verib. Birinci maddəmdə gəlin elektron sayını hesablayaq. X nədir bilmirəm, 2x üzərinə. O 8 olduğu üçün 8 vur 5, 40. İyon olmadığına görə bilirik ki, proton sayı elektron sayına bərabərdir. Bu oldu A. Bu ifadəm qaldı bir kənarda. İndi bunu yazaq. X üzərinə gəlinsin 8 vur 4, 32. Üzərinə bu iyonu gəlirəm ki, protonun üzərinə yükü gəldikdə, yəni anyondursa üzərinə gəlirik. Əmələ gəlir elektronların sayı. Alınır A-20. Bunu sadələşdirsək, x plus 35 bərabərdir A-20-yə. Bunu da A-ya bərabər eləyək. X plus 20-ni bu tərəfə keçirdikdə olacaq 55 bərabərdir A-ya. Baxıram ki, hər iki ifadəm A-ya bərabərdirsə, mən bu ifadələri bir-birinə bərabər edə bilərəm. X plus 55. Buradan x-i tapırıq 15. X-in proton sayını istəyirdi bizdən. X-in proton sayı da 15-dir. 17-ci sual. Hidrogen və oksigen molekulları arasında baş verən reaksiyada alınan və artıq qalan maddələrin molekullarının modelləri verilmişdir. Hansı ifadələr doğrudur? Deməli, qırmızı olanlar oksigen, boz rəngdə görsənənlər isə hidrogendir. Reaksiyada oksigen tamamilə sərf olunmuşdur. Biz bizə verilən kvadratın içərisinə baxırıq, görürük ki, sərbəst şəkildə oksigen molekulu yoxdur. Deməli, hamısı sərf olunub. Bir doğrudur. Reaksiyada 9 hidrogen molekulu sərf olunmuşdur. Sərf olunubsa, yəni kimyəvi birləşmə əmələ gətirib deməkdir. Biz oksigen atomlarına birləşmiş hidrogen atomlarını sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 hidrogen atomu var. 12 hidrogen atomu da, əgər 12 atomum varsa, bu nə deməkdir? 6 hidrogen molekulu deməkdir. Deməli, 6 hidrogen molekulu sərf olunub. Reaksiyada 6 oksigen molekulu sərf olunmuşdur. Baxırıq ki, yenə kimyəvi birləşmədə əmələ gətirən oksigenlərin sayına baxırıq, 6 ədəddir. 6 atom sərf olunub. 6 atom da 3 molekul deməkdir. Ona görə də 3-cü variant da səhvdir. Cavab olacaq yalnız 1, C variantı. 18-ci sual. Kağız xromatografiyasıdır. Kağız xromatografiyasını çəkərək daha doğru göstərə bilərik. Nümunə üçün bir xətt çəkdik. X, Y, Z və T
maddələrini qeyd edirik. Hər bir nümunəni qeyd edək. Bizə deyir ki, X-in 3 ləkəsi var. 1, 2 və 3. Aha. Y-in 1 ləkəsi var və bu 1 ləkə X-in orta ləkəsi ilə eyni səviyyədədir. Z-in 2 ləkəsi var. Biri X-in yuxarı ləkəsi ilə eyni, digəri ən yuxarıdadır. T-nin də 1 ləkəsi var və X-in aşağı ləkəsi ilə eynidir. İndi biz baxırıq. Baxırıq ki, hansında bir dənə var. Baxın, T ilə Y-də yalnız bir maddə ayrılıb. Əgər bir maddə ayrılıbsa, deyirik ki, saf maddələrdir. Deyir, X saf maddəsi səhvdir. X-də 3 maddə ayrıldığına görə qarışıqdır. Z yalnız X-də olmayan maddələrdən ibarətdir. Xeyr, Z-in 1 ləkəsi X-lə eynidir. Burada səhvdir. Y və T maddələri X-in tərkibində var. Baxırıq ki, bəli, X-in tərkibində var. T də X-in tərkibində var. Düzdür. Z X-in bütün komponentlərini özündə saxlayır. Z X-in bütün komponentlərini özündə saxlamır. Z X-dən yuxarı bir də qarşılıqda bir də maddə ayrılıb. Y və T saf maddələrdir. Bu da doğrudur. Ona görə cavab olur 3 və 5 A variantı. Keçirik 19-cu suala. 19-cu sualda SO4 2 mənfi iyonu və XO4 3 mənfi iyonunun bizə deyir ki, bu iyonların elektron sayıları bir-birinə bərabərdir, neytron sayıları da bir-birinə bərabərdir. Biz gəlin X-in neytron sayı ilə proton sayını hesablayaq. Bu iyonda, yəni SO4 2 mənfi iyonunda elektron sayılarını tapaq. Kükürddə proton sayı 16, oksigəndə 8-dirsə, 8 vur 4, 32. Anion olduğuna görə 2 mənfi iyonun da üzərinə gəldik. Bərabərdir. 34, 50. İndi bu maddə üçün tapaq. XO4 3 mənfi üçün tapaq. X üzərinə gəlsin 8 vur 4, 32. Üzərinə 3 bərabərdir. Alınacaq X plus 35. Düzdür. Deyir, axı 2 maddənin elektron sayı bir-birinə bərabərdir. Deməli, X plus 35 bərabər olmalıdır 50-yə. X-i buradan tapırıq 15. Deməli, X-imin proton sayı 15 imiş. İndi bizə bunların neytron sayını tapmaq istəyir. Neytron sayı necə tapırıq? Burada yazaq elə. Neytron sayı necə tapırıq? Yenə birinci maddədə 16 kükürddədir, 8 oksigendədir, 32. Eləyir 48. Artıq neytron sayı dediyinə görə 2 mənfi iyonu ilə işimiz yoxdur. Gəldik X maddəsində. Bilmirik nə qədər neytronu var. Üzərinə gəlirik. Oksigəndə də bildik ki 32-dir. Yəni 4 ədəd oksigəndə 32 neytron var. Deməli, mən bu ifadəni bərabər eləməliyəm 48-ə. Səbəb nədir? Çünki deyir ki, hər iki maddənin neytronları bir-birinə bərabərdir. Buradan da X-i tapıram 16. Deməli, X-in də neytron sayı 16 imiş. Proton sayı ilə müqayisədə kükürddə proton sayı 16, X-də 15-dirsə, kükürdün proton sayı daha böyükdür. Kükürddə də neytron sayı 16-dır, X-də də 16-dır. Deməli, neytron sayıları bir-birinə bərabərdir. 20-ci sual. Azot qazının suda həll edilmə təcrübələri verib. Birinci və ikinci təcrübə verilib. Temperatur da birincisində T-dir, digərində T plus 20-dir. Deyir, hansı halda azot qazının suda həll olması eyni ola bilər və təzyiq verib ki, A, B. Azot bilirik qaz haldadır. Qaz haldadsa, temperatur artırsa, onun həll olması azalır. Deməli, birinci təcrübədə həll olma daha çoxdur, nəinki ikinci təcrübədə. Deməli, birinci təcrübədə həll olma çoxdursa, mən təzyiqimi elə götürməliyəm ki, bunlar tarazlaşsınlar. Onda mən A-nın təcrübəsini, daha doğrusu təzyiqin, B-nin təzyiqindən kiçik götürsəm, baxın, birincisində temperatur böyükdür, amma təzyiq kiçik olacaq. İkincisində temperatur
daha doğrusu birincisində temperatur böyükdür, kiçikdir. Temperatur kiçik olduğu üçün həll olma artır. Amma təzyiqi kiçik olduğu üçün həll olması azalacaq. Tarazlaşdı. İkincisində temperatur böyük olduğu üçün həll olması azalacaq. Təzyiqi böyük olduğu üçün həll olması artacaq. Birində azaldı, digərində artdı deyə eyniləşdi. Yəni tarazlıq yarandı. Gəldik 21-ci suala. Bizə hidrogeni 2 izotopu verib. Bir H1, yəni protium izotopu, bir də 2,1 deuterium izotopu. Bilirik ki, H1 nə, yəni protium izotopu ilə yaranan su yüngül su adlanır, deuterium izotopu ilə yaranan su isə ağır su adlanır. Bizə qarşılıqda proton sayı verib. Mən hər bir molekulda nə qədər götürüldüyümü bilmədiyimə görə x, y ilə işarə eləyəcəm. Biz baxırıq ki, nə qədər x və y ilə işarə elədik. İndi baxırıq. Qarşılıqda proton sayı 2000 verib. Bu 1-1 olaraq götürdük. Oksigen də bilirik ki 8, 16'dır. Olacaq 2x plus 8x. Neçə elədir? 10x. Düzdür. Burada nə qədər proton var? 1, 2-dirsə 2y plus 8. Burada 8, 16 yazaq. 8y. Bu da elədi 10y. Biz buradan tapdıq ki 10x plus 10y bərabərdir 2000'ə. Digər tərəfdən neytronların sayına baxaq. Birincisində neytron sayı hidrogende hesablamayacaq, çünki 0-a bərabərdir. İkincisində 8x-dir. Gəlirik ağır su molekulunda. Bunda artıq hesablanacaq. Elə proton sayına bərabər olacaq 10y. 8x plus 10y də bərabərdir 1720'yə. Riyaziyyatdan biz bunları sistem tənliyə sala bilərik. Və hər bir tərəfi mənfiyə vursaq, tərəf-tərəfə toplayanda y-lər ixtisar gedir. 2x bərabər olur 280'ə. X bərabər olacaq 140'a. X-i 140 tapdıqsa, yerinə qoyub y-i tapırıq. Y-i də alırıq 60. Y-i də alacaq 60. Və bizdən ağır su molekulunun sayını istəyirdi. O da 60'a bərabərdir. 22-ci məsələ. Tərkibi həcmcə 50% X, 30% Y, 20% Z mayələrindən ibarət 500 ml qarışıq. Deməli, X, Y və Z-dən ibarət 500 ml qarışığımız var. 50% X-dirsə, 500'ün 50%'ni tapdıq. 500 vur 50 böl 100. Qalır 250. Deməli, 250 ml X imiş. 30%, yəni 150 ml, yəni 500'ün 30%'ni tapırıq, Y imiş. Z-in də 20%'ni deyəndə 100 ml də Z imiş. Bunları tapdıq. İndi gəlirik. Bizə deyir ki, bir-birindən ayırmaq üçün fraksiyalı distillə kolonundan istifadə edirlər və X-in 80%'i buxarlanır. X-in 80%'i buxarlanır. Buxarlanandan sonra da 10%'i kondensləşərək kolbaya qayıdır. Bizə sonda görək nə istəyir? Burada proses dayandıqdan sonra toplama qabında olan. Yəni bizə qaydan deyil də, toplama qabında olan qaz lazımdır. Deməli, 250 ml X qazının 80%'i kondensləşibsə, daha doğrusu buxarlanıbsa, 80%'ni tapsaq 200. Həmin bu 200'ün 10%'i geri qayıdıb. Deməli, 20 millisi geri qayıdıb. 200'ü gedib. Belə bir qurğu çəksək, bu toplama qabı olsa, 200 milli bu qaba gedib. Amma kondensləşib 20 millisi geri qayıdıbsa, 180 milli bu qabda toplanacaq. Bu X üçün keçərlidir. Digərlərini də eyni qayda ilə hesablayırıq. Deməli, 150 milli Y-imiz var idi. 150'nin 40%'ni tapırıq. 60.
75% geri qayıdıbsa 60-ın 75% 4-də 3 olaraq da yaza bilərik. Əgər 60 gedib 45-i qayıdıbsa, deməli nə qədər toplama qabında olub? 60 çıx 45, 15 millisi toplama qabında olub. İndi Z üçün hesablayaq. 100-ün 20%-ni tapdıq, elədi 20. Həmin bu 20-nin də 75%-i yenidən geri qayıdıb. Yəni 15 millisi geri qayıdıb. Yerdə nə qalıb? 5 milli. Deməli biz tapdıq ki, toplama qabında 180 milli X, 15 milli Y, 5 milli də Z var. Ümumi toplama qabımda nə qədər oldu? 200 milli. 200 milli qaz qarışığından neçəsi X-dir? 180 millisi. Və bizdən də X-in həcmini soruşur. Tapırıq 90 milli. Cavab C variantı. Sonra 23-cü sual. 23-cü sual. Bizə verib X və Y maddələri suda tam həll edilərək 500 milli doymuş məhlul hazırlanır. X maddəsinin kütləsi Y maddəsinin kütləsindən 20 qram çoxdur. Baxın, X və Y-dir. X maddəsinin kütləsi Y-in kütləsindən 20 qram çoxdur. Əgər Y-im M-dirsə, X-im M plus 20-dir. Düzdür? 100 milli məhlulu götürülür, su tamamilə buxarlandırılır. Bu zaman qabda X və Y maddələrindən ibarət 30 qram qarışıq qalır. Aha. 100 milli məhlulumun tərkibində nə qədər qarışıq X və Y var? 30 qram. Biz tapaq görə 500 milli məhlulumuzda nə qədər X və Y var imiş? X və Y-in cəmi neçə olacaq buradan? M plus 20. Biz buradan taparıq M-i. Bunların sıfırlarını ixtisar eləyə bilərik. 2M plus 20 bərabər olar. Çarpaz şəkildə vursaq 150-yə. 2M bərabərdir 130. M bərabərdir 65. Əgər Y-i 65 tapdımsa, X ondan 20 qram çoxdursa, deməli X 85-dir. Amma 500 milli məhlulda 85-dir. Biz tapmalıyıq 400 milli məhlul üçün. 500 milli məhlulunda 85-dirsə, 400 milli məhlulunda nə qədər olar? İxtisarımızı aparaq. 17, X də bərabərdir 68. Əslində birbaşa 400-lə də gedə bilərdik. X-i tapmaq üçün 400 olsaydı 120-yə bərabər olacaqdı. 2-yə bərabərdir 100-ə. Bir dəqiqə. Xeyr, 400-dən gedə bilməzdik. Çünki X və Y M plus 20 və M 500 milli məhlulun tərkibində bu miqdardadır. Yəni biz bu tənasibi 400-ə görə qursaydıq, yanlış cavab alacaqdıq. Ən doğru variant da elə budur. Cavab oldu C variantı. 24-cü sual. 24-cü sual biraz uzun olsa da çətin bir məsələ deyil. Bizə A və B maddələrinin qrafikləri verilib. A narıncı, B isə mavi xətlərlə göstərilib. İlk öncə deyir ki, A maddəsi 10 Selsi dərəcədə 300 milli sudan istifadə etməklə doymuş məhlul hazırlanıb. Deməli, A maddəsinin ilk öncə 30 dərəcədə baxaq ki, 300 milli suyunda nə qədər maddə həll olub? Baxırıq, 30 dərəcədə, daha doğrusu 10 dərəcədə A maddəsi 100 millisində 20 qram həll olub. 100 millisində 20 qram həll olubsa, 300 millisində nə qədər həll olar? 60 qram. Bu oldu 30 yazmışam, 10 Selsi dərəcə üçün. İndi 50 dərəcəyə qədər qızdırılıbsa, 50 dərəcə üçün tapırıq. Əgər 100 millisində, baxırıq 50 dərəcədə A maddəsində 80 qram həll olub 100 millisi. 300-ündə nə qədər olar? Bizə buxarlanmanı dir nəzərə alma. 300-ündə tapırıq ki, 240.
Sonra bizə deyir ki, məsələnin sonunda deyir ki, hər birinə həmin temperaturda 100 milli su əlavə edilir. Son temperatur nədir? 50. Bunu 300 milli su üçün deyil, 400 milli su üçün deyir tap. Çünki 100 milli əlavə elə deyir. Əgər 100-ündə bilirəmsə 80-dir, 400-ündə nə qədər olar? X. X də buradan tapıram. 320 qram. İndi baxırıq. 10 dərəcədə 60 idi. 50 dərəcədə 240-a gəlirsə, bu 240-da doymuşdu da artıq, düzdür? Mən 60 240-a doydurmaq üçün onu, yəni 240 qrama çatdırmaq üçün 60 qram maddənin üzərinə nə qədər əlavə eləməliyəm ki, 240-a çatsın? 240-dan çıxarıq 60-ı, taparıq ki, üzərinə 180 qram maddə əlavə eləsəm 240 qram olacaq. Çatdırdıq deyək ki, 240 qrama. Amma sonradan üzərinə 100 qram da su əlavə elədim axı. Oldu 320 qram. İndi mən bu 240-ı 320 qrama çatdırmalıyam. Üstünə nə qədər gəlməliyəm? 80 qram. Düzdür? 240-ın üzərinə 80 gələndə 320 qram alınır. Deməli, ümumi A maddəsindən nə qədər lazımdır mənə? 260 qram. Bu A maddəsi üçündür. İndi yazırıq eyni ifadələri B maddəsi üçün. B maddəsini görürük ki, temperatur artdıqca həll olma azalıb. Deməli, B maddəsi qaz halında olan bir maddə olub. 50 Selsi dərəcədə baxırıq ki, B-nin həll olması. 50 Selsi dərəcədə B. 100 millisində 40 həll olub. 500-ündə nə qədər olar? X. X da tapdıq. 200 qram. 20 dərəcəyə qədər soyudulur. 20 dərəcəyə qədər soyudulur. Baxırıq ki, 20 dərəcədə B maddəsi mavi xətlə göstərilib 80-dir. 100 qramında 80 qramdırsa, 100 millisində daha doğrusu 500 millisində neçə qram olar? X-i tapırıq ki, 400 qram. Sonra bizə deyir, axı 100 milli də artır. Son temperatura baxırıq. Əgər 100-ündə 80-dirsə, 100 milli də artırsam, 600-ündə nə qədər olar? X-i tapırıq 480 qram. İndi baxaq. 200 idi. Soyutdum, olmalıdır 400. 200-ü 400-ə çatdırmaq üçün üzərinə 200 qram daha doğrusu maddə əlavə eləməliyəm. 400 oldu. 400-də 480 qrama çatdırmaq üçün üzərinə 80 qram maddə əlavə eləməliyəm. Deməli, ümumilikdə mənə nə qədər B lazım oldu? 280 qram. 280 qramın üzərinə də gəlsək, yuxarıda A maddəsini nə qədər tapmışdıq? 260 qram. Tapırıq ki, ümumi 540 qram bizə maddə lazımdır ki, biz tamamən doymuş məhlul alıq. Bu oldu 24-cü sual. 25-ci sual. Azot, oksigen və ozon qarışığında azot və oksigen atomlarının say nisbəti 1/3 kimidir və ozon molekulları qarışıqda olan molekulların 40%-ni təşkil edir. Deməli, bizim qarışığımızda var oksigen, azot və ozon. Tutalım ki, deyə bizim qarışığımız 100 moldur. Hesablamamız asan olsun deyə 100 mol götürürəm. Və bu qarışığın 40%-i ozondur. 100-ün 40%-ni tapsaq, 100 vurulsun 40, bölünsün 100, neçə olur? 40, düzdür. Tapıram ki, 40 mol neymiş? Ozon. Yerdə nə qaldı? X, Y, yəni oksigen və azot. Bunlar cəmi neçə mol olar? 60 mol. 60 olar ki, bunların ikisinin cəmi bizə 100 versin. İndi bizə deyir ki, azotun atomlarının oksigen atomlarının nisbəti 1/3 kimidir. Burada oksigen atomu görürüksə, biz həm ozonun tərkibində olan oksigen atomlarını nəzərə almalıyıq, həm də oksigen qazının tərkibində olan. Baxırıq. Nə qədər azotumuz var? 2Y atom deyirsə, indeksinə vururuq. Nə qədər oksigenimiz var bəs? 2X oksigen molekulundan var. 3 vurulsun 40-da ozon molekulundan var. Yəni 120. Bərabərdir 1/3. Çarpaz şəkildə vursaq, 6Y bərabərdir 2X plus 120-yə. 6Y çıx 2X bərabərdir 120. Bu ifadə burada qalsın. Sonra bizə deyir ki,
NO2 qazı əlavə olunub. Nə qədər əlavə olunub bilmirəm. X mol NO2 qazı əlavə olundu. Və NO2 qazı əlavə olunandan sonra azotun oksigenə olan nisbəti 2-nin 5-ə nisbəti kimi oldu. İndi baxırıq. X mol azot əlavə olunubsa, mən artıq tapdım ki, bir dəqiqə. Aha. Biz buradan əvvəlcə tənasüb, daha doğrusu sistem tənliyi quraq. Biz buradan bilirik ki, x plus, bunu hələlik silim ki, qarışmasın. Bu, sonraki mərhələnin hesablaması da əvvəlcə x-i tapaq biz buradan. Aha, biz buradan görürük ki, x plus y-in cəmi neçədir? 60. Düzdür? Sistemə salsaq, hər birini 2-yə vursaq, olacaq 120. 6-6 toplasaq, x-lər gedir. 8y bərabərdir 240. Y də bərabərdir 30. Deməli, tapdıq ki, 30 mol azotdur. 30 mol da oksigendir. Aha, indi gəlirik məsələnin ikinci şərtinə. Bizə deyir ki, x mol NO2 qazı əlavə eləyəndə azotun oksigenə olan nisbəti 2-nin 5-i şəklindədir. Biz tapdıq ki, 30 mol azot var, 30 mol oksigen var, 40 mol da ozon var. İndi azotum nə qədərdir? 30 vurulsun 2, 60 üzərinə. X molda atomda bu azotu yazırıq. Çünki bilmirik NO2-nin tərkibində nə qədər var. Daha doğrusu neçə mol NO2 var. Böldük. Oksigen ümumi nə qədərdir? 60 burada, 120 burada. Elədi 180. Üzərinə də gəlirik burada 2x-i. Bilmirəm axı nə qədərdir. Bölünsün 2 böl 5-ə. Çarpaz şəkildə vururuq. 300 plus 5x bərabərdir 360 plus 4x-ə. Buradan x-i tapırıq 60. Deməli, 60 mol NO2 qazı əlavə olunub. Və bizdən nisbət istəyir. Oksigenin ozona nisbəti. Oksigen tapdıq 30, ozon tapdıq 40. İxtisar aparsaq 3 böl 4. Azotun azot dioksidə nisbəti. Azot 30-dur, dioksid də, azot dioksid də 60-dır. İxtisar gedir 1-in 2-yə nisbəti. Cavab olur A variantı.